Salam əziz şagirdlər, bugünkü video izahımda 9-cu siniflər üçün dim nəşrlərinin sınaq 20 test toplusundan mövzu sınağı 2-nin izahını verəcəm. Burada gördüyünüz kimi nisbət, tənasüb, faiz və rasional ifadələr bölmələridir. İlk növbədə bu testləri işləməmişdən qabaq mövzuları bir yaxşıca təkrar eləmək lazımdır ki, sualları rahat şəkildə işləyə biləsiniz. Vaxt itirmədən keçək sualların izahına. Birinci sualda bizə nə deyir? Suallar sıx olduğu üçün ekran açacağım burada. Yəni ekran açaq. Hələ. Keçək birinci sualların izahına. Bizə birdə nə deyir? X, Y, Z həqiqi ədədləri üçün x bölünsün 3 bu qaydada verib. Mən x-a 3k, y-ə 4k, z-ə də 5k desəm, gətirib 2x çıx y-də 2 vurulsun 3k, çıx 4k, üstə gəl 5k bərabər 21 yazsam, 2-ni 3-ə vursam 6, 6-dan 4 çıxsam 2, 2-nin üstünə 5, 7k bərabər 21, k bərabər 3. K-nı 3 tapdıqdan sonra 9, 12, 15. Y-i soruşur bizdən, cavab olur 12, C variantı. İkinci sualda bizə nə deyir? A bölünsün B, üstə gəlinsin B bölünsün A, bərabərdir 5 olarsa ifadəsinin qiymətini tapın. Verilmiş ifadəni köçürürəm bura və birbaşa açıram. Bu ifadə ilə bu ifadəni birbaşa açaq. Bu ifadələri. Deməli, A kvadrat, üstə gəl 2AB, üstə gəl B kvadrat, üstə gəl A kvadrat, çıx 2AB, üstə gəl B kvadrat. Bölünsün 4AB yazaq. 2AB-lər islah olsa, bizə verir 2A kvadrat, üstə gəl 2B kvadrat, bölünsün 4AB. Sonra, bu birinci ifadədən mən ortaq məxrəc gətirsəm, BA, bunu vurmalıyam A-ya, bunu vurmalıyam B-ya, olur A kvadrat, üstə gəl B kvadrat, bərabərdir 5-ə. Gətirib 2-ni mörtəzə xaricdən çıxartsam, A kvadrat, üstə gəl B kvadrat, bölünsün, deməli, 4AB. A kvadrat, üstə gəl B kvadrat, buradan nəyə bərabərdir? 5BA-ya. Gətirib yerinə qoysa 2 vurulsun 5BA bölünsün 4AB. Bunlar ixtisar gedir 2 kere 5 10, 10'da 4'ə böləndə 2,5 olur cavab C variantı. Keçək 3-cü suala. Görək bizə 3-də nə deyir? İfadəsini sadələşdirin. X kubu çıx 1'i. X çıxılsın 1, x kvadrat üstə gəlsin, x üstə gəlsin 1 kimi açıram. Buradan x kvadrat üstə gəlsin, x üstə gəlsin 1. Vurulsun. İkinci x kvadrat bu ifadə bizə birbaşa düsturu verir. X çıxılsın 1'in kvadratını verir. Buradan da x çıxılsın 1'in kubu. Burada bunlar ixtisar getdi. Sonra burada x kvadratdan bununla tam bu gedir. Burada da bununla yenidən bu gedir. Cavab qalır 1. Oldu cavab B variantı. B. 4'də nə deyir? Sinifdəki şagirdlərin 60% qızlardır. Sinifdə x qədər şagird varsa 0,6 x-i qızdır. Sinifə əlavə 10 qız gələrsə, bu ümumi şagirdlərin sayının üzərinə gəlir. Əlavə olaraq da qızların sayının üzərinə gəlir də 0,6 x-in üzərinə 10 gəlir. 68% qızlar olarsa, deməli, sinifə əlavə 10 qız gələrsə, 0,6 x üstə gəlsin 10, şagirdlərin 68% qız olur. Olur x plus 10, yəni x plus 10 ümumi şagird sayıdır, vurulsun 0,68'e. Buradan 0,6 x üstə gəlsin 10,
0'da %68x üstə gəlinsin. 1 dama bu tərəfə keçsə 6,8. 0'dan %68x çıx 0,6x. Məlum ədlər bir tərəfə, məşhur ədlər bir tərəfə yığsam 10 çıxılsın 6,8. 3,2 bərabərdir. 0'dan %68'dən 0,6 çıxanda 8, 0, 1. 0'dan %8 x olur. Sonra hər tərəfi 100'ə vursam 8x bərabər 320, x bərabər 40. Sinifdə əvvəlcə neçə şagird olduğunu tapın. 40 dənə şagird. 5'də 48 ədədən 25% tap. 48 ədədi 100'dür. Bunun 25%-i x-dir. Buradan x-i tapsaq 48 vur 25 bölünsün 100. Getdi 4. Bu delədi 12. A variantı. Keçək 6-cı suala. Altda bizdə nə istəyir? 6-cı sualda belədir də. B böl C 4 böl 5. Onda mən B-yə 4K, C-yə deyirəm 5K. Eyni zamanda digər tərəfdə verib A böl B 2'də 3. A-ya 3. Tutalım ki K, B-yə 2K. Məsələn, B burada 4K'dır B. Deməli, B burada 4K'dır. Burada 2K. Belə bir bərabərlik olmaz. Ona görə ümumi olaraq mən vururam bunu 2'yə. Bunu 2'yə vururamsa bunu da 2'yə vuraq. Olsun bura A 6K, B də olsun 4K. Bu vəziyyət doğru olur. Onda belə çıxır ki 5K, 4K və 6K olur. A 6K, 5K, 4K. 2 vurulsun. A'nın yerinə qoyuram 6K. Çıxılsın. B'nin yerinə qoyuram 4K və bu ifadədə. Bu ifadəni görürsünüz. Bu ifadəni hesabla deyir də mənə. C'ni tap deyir. 4K çıxılsın. C'də 5K'dır. Bərabərdir 12'yə. 12 çıx 4. 8, 3K bərabərdir 12'yə. K bərabər olur 4'ə. K 4'dürsə C nədir? 20. Vəssalam. E variantı. 7'də. Sahədə əkilmiş bitkilər haqqında məlumat diaqramda verilmişdir. Yonca əkilmiş sahənin ümumi sahənin hansı hissəsidir? Baxaq görə yoncaya neçə dərəcə düşür? 70, 80, 120 verib. 120 üstə 80 gələndə 200. 270 dərəcə toplam. Baba bu 3'ü 270'dir. Onda bura neçə qalır? 90 dərəcə. Çünki tam 360 daxı. Yonca da əkilmiş sahənin ümumi sahə hansı hissəsidir? 4'dən 1'i. Çünki 90 dərəcə 360'ın 4'dən 1'idir də. Getsə 4'dən 1 D variantı. 8'də. 8-ci sualda bizə verib deməli ifadəni belə A kvadrat çıx B kvadrat üstə gəl 6A üstə gəl 9 A kvadrat üstə gəl 3A üstə gəl 3B çıx B kvadrat çıx 3 bölünsün A üstə gəl B. Yuxarıdan saxlayıram. Buranı hələ ki yuxarını saxlayaq. 9. Aşağını A kvadratdan, baba bu A kvadratdan B kvadratı bir qruplaşdıracağım. 3A üstə gəl 3B-ni 1. Bunda olur belə A çıx B, A üstə gəl B, üstə gəl 3'ü çıxartsam A üstə gəl B. Yuxarını yenə saxlayıb A kvadrat çıx B kvadrat üstə gəlsin 6A üstə gəlinsin 9. Aşağıdan A üstə gəl B-ni mötərizə xaricinə çıxardıram. Bunda qalır belə. A çıx B üstə gəlsin 3. Bu ifadəni götürək buradan. Buradan götürək. Qoyaq bura. Üstünə çıxıram. 3 bölünsün A üstə gəl B-ni. Bu A üstə gəl B-lər ortaq olduğu üçün bir məxrəcə gətirsəm ortaq məxrəc kimi A çıx B üstə gəlsin 3. Onda bunu vurmalıyam A çıx B üstə gəl 3'ə.
Olur a kvadrat. Deməli, çıx b kvadrat üstə gəl 6a üstə gəl 9 çıxılsın 3a üstə gəl 3b çıx 9. Elədimi? Deməli, buradan 9'lar gedər. Aşağıda qalar. A üstə gəlsin b. A çıx b üstə gəl 3. Yuxarıda da qalır a kvadrat çıx b kvadrat. 6a 3a çıx üstə gəl 3a. Deməli, üstə gəl 3b ifadəsi qaldı. Yenə də a üstə gəlsin b. A çıx b üstə gəlsin 3. Qruplaşdırmayı yenə buradan bu formada aparacağım. Bunları bir qruplaşdıracağım. Bunları da bir qruplaşdıracağım. Deməli, a çıx b. A üstə gəl b. Üstə gəl 3'ü çıxardıram. A üstə gəl b. Təzədən burada a üstə gəl b-nin mörtəzi xaricini çıxartsam, a üstə gəl b-ni çıxartsam, burada qalır a çıx b üstə gəlsin 3. A çıx b üstə gəl 3, a üstə gəl b. Cavab eləyir 1. Biraz mürəkkəb sual idi, amma pis sual deyil. Keçdik 9'a. 9'da deməli sual belədir. X kubu üstə gəlsin x kvadrat çıx 2. Çox hədsin vuruqlarından biri hansıdır? İfadəni belə açıram. X kubu. Bax, bu 2'ni deməli, bu 2'ni bu formada parçalayacağım. Çıx 1 üstə gəl x kvadrat çıx 1. Sonra ayrı-ayrı ifadə kimi açıram. X kubu çıx 1'ini açsam x çıx 1 x kvadrat üstə gəlsin x üstə gəlsin 1 üstə gəl x çıx 1 x üstə gəlsin 1. X çıx 1'in mörtəzi xaricinə çıxartsam qalır x kvadrat üstə gəlsin x üstə gəlsin 1 üstə gəlsin x üstə gəlsin 1. Oldu bizə belə x çıxılsın 1 x kvadrat üstə gəlsin 2x üstə gəlsin 2. Yəni x çıx 1 və bu ifadə. Onlardan hansı var? E variantı var. Belə. Keçdik 10-cu suala. Onda görək bizdən nə istəyir? Yazıb belə. Deməli, 5n üstə gəlsin 2 çıxılsın 4 vur 5n. 5n çıxılsın 1 üstə gəlsin 4 vur 5n. Hər ikisindən buradan bax 5n'ini çıxardıram mörtəzi xaricinə. Qalır 5'in kvadratı 25 çıx 4. Digər tərəfdən 5'ni çıxardıram. Qalır 5 üstü mənfi 1, yəni 5'də 1. Üstə gəlsin 4. 5n'lər getdi. 25'dən 4 çıxanda nə qalır? 21. Bu da eləyir 4'dan 5'də 1. Bu da 5'də 21 eləyir. 21'lər gedir. Cavab qalır 5. B variantı. Keçək 11-ci suala. Hansı ifadə yanlışdır? Deyir, kvadratın tərəfi ilə perimetri düz mütənasibdir. Bəli, P bərabərdir 4A'dır. Düz mütənasibdir. Çevrənin uzunluğu ilə radiusu düz mütənasibdir. C bərabər 2 pi-dir. Düzdür, biri artanı digəri də atır. Tənasibi orta hazırlık kənar ədlən hasına bərabərdir. Bəli, A bölünsün B bərabərdir. C bölünsün D-yə. Həqiqətən B vur C orta əddir. A vur D kənar əd. A böl B bərabər C böl D K olarsa cəm də K-dır. Bax, gəlin bunu siz isbatını verin belə. Qısaca, məsələn, 2'də 1 yazmışam. 2'də 1 4'də 2'yə bərabərdir. Düzdür. Bu 2'də 1'ə bərabərdir, elədimi? Və yaxud da 2'də 1 yazmayınca düzgün olmayan kəsir yazaq. Tutam ki, yazıram 3'də 6 və yaxud da ki 2'də 4. Hər ikisi 2'yə bərabərdir, yəni K 2'yə bərabərdir. Bunları toplasam, məsələn, bunları toplasam 6'ın üstə 4 gəldi 10, 3'ün gəldi 5, bu da 2'yə bərabərdir. Yəni bu şərt həmişə doğrudur. Tənasübün əsas xassəsidir. Bərabərlik doğrudur. Deyir, nə deyir burada? Yanlışdır. Bərabərlik doğrudur. Məsələn, bir əksindən götürək. 3'də 6, 2'də 4. 2'yə bərabər deyil bu. Bəli. 6'ın 4'ə vuranda 20'də 3, 2'yə vuranda 6. Hə, bu doğru olmalı. Bu 4 oldu. K'nın kvadratda bərabər olmalı idi.
Cevap olur E variantı. 12'də 12 yazıb x kvadrat çıxılsın 2x y üstəgəl y kvadrat üstəgəl 10x çıxılsın 10y 25 0. Bir bunu qruplaşdırıram və bunu. Deməli x çıx y-in kvadrat. Onları mörtəzə xaricdən çıxardıram x çıx y. Üstə gəlsin 25 bərabərdir 0. X çıx y-ə bir a deyirəm. Olur a kvadrat üstə gəlsin 10-a üstə gəlsin 25 bərabərdir 0. Bu nədir bizə nə verir? A üstə gəl 5-in kvadratı bərabərdir 0. Deməli a nədir? Mənfi 5. A mənfi 5-dirsə burada da mənfi 5. Deməli x çıxılsın y nəymiş? Mənfi 5. Olur A variantı. Sonra 13'də. 13'də A üstə gəl 2b-ni verib, A üstə gəl 2b bölünsün. A çıx b bərabərdir 2-də 5. Bunu deməli bizdən də A bölünsün b-ni istəyir bərabər sual. 2-yə vursam 2a üstə gəlsin 4b 5a çıx 5b. 3a bərabər 9b. Onda a nə olur? 3b. A 3b-ci yerinə qoyacağım. 3b böl b bərabər 3. Cavab olur D. 14'də. 14'də bizə verib 2x bərabərdir 5. 2 üstü x daha doğrusu 2x yox. 2 üstü x. 2 üstü 2x üstə gəlinsin 1 istəyir bizdən. Üstə gəlsin 1. Deməli bunu kvadrata yüksəltsəm, bunu da kvadrata yüksəltsəm 2 üstü 2x 25 olur. Bu nə deməkdir? 2 üstü 2x vurulsun 2. Yəni 25 vurulsun 2. 50. Cevap oldu 50. A variantı. 15'də. 15'ə aiddir demək olar dəfələrlə sual işlənir. 15'də belədir də misal nümunəsi. 3x çıx 11 x kvadrat üstə gəlsin 2x çıxılsın 3. Buraxılışda da istifadə olunan tiplərdəndir. Üstə gəlsin b bölünsün x üstə gəlsin 3. Bərabərliyin a plus b cəmini soruşur. Vuraq görək bu x çıxılsın 1 x üstə gəl 3-ə. Bu ifadəni verəcəkmi bizə? 1 x üstə gəlsin 3. Nə edir? X kvadrat üstə gəl 3x çıx x çıx 3. Olur x kvadrat üstə gəl 2x çıx 3 verir. Deməli problem yox. Onda bu a-nı mən x plus 3'ə vururam. B-nin x çıxılsın 1'ə vururam. Olur belə a-x üstə gəl 3a üstə gəl b-x çıxılsın b bərabərdir 3x çıx 11. Buradan x-in mörtəsi xaricdən çıxartsam a üstə gəlsin b olur. Üstə gəlsin 3a çıxılsın b olur. 3x çıxılsın 11. A üstə gəl b deməli nə olur? A üstə gəlinsin b olur 3. 3a çıxılsın b-də olur. Mənfi 11. Sistem tənliyi həll eləyək. A üstə gəl b-ni soruşurdu onsuz da bizdən. Heç ehtiyac yox imiş ki. A üstə gəl b-ni soruşur. D variantı. Keçən dəfə buraxılışların birində də hansı ilsə tam xatırlamıram. 2023'dədir ya 24'dədir. Belə bir sual düşüb. A üstə gəl b-ni. Amma burada indi mən bu sistem tənliyi qurmağım yaxşı oldu. Məsələn a vurulsun b-ni istəyə bilər. A bölünsün b-ni istəyə bilər. Onda görə a b-ni tam tapasız. 16'da. Ardıcıl 7 natural ədədin ədədi ortası 5'dir. Bu ədədlərin ən böyük və ən kiçik həndəsi ortasını tapın. Məsələn ardıcıl 7 də naturaldır. Məsələn ədədin birincisi n'dir. Sonra n plus 1, n plus 2, n plus 3, n plus 4, n plus 5, n plus 6 ardıcıl deyir də. Ədədi orta nə deməkdir? Sayına bölürük 5'dir. 7 dənə n var burada. 1, 2, 3, 4, 5, 6, 7. 7 n üstə gəlinsin. 1 üstə 2, 3, 6, 10. 5'in üstündə 6, 11, 21. Bölünsün 7 bərabərdir 5.
İxtisar getsə, n üstə gəlsin 3 bərabərdir 5-ə. N nə olur? 2 olur. Bizdən bu ədədlərin ən böyüyü ən kiçiyi. Ən kiçiyi 2-dir, ən böyüyü də 8-dir. Həndəsi ortasıdır. Həndəsi ortası da 2 ədədin həndəsi ortası, yəni A vurulsun B, həndəsi ortası buna bərabərdir. Yəni kökün altını 2 vurulsun 8, 16, bundan da kök çıxır 4. Cavab elədir 4. Sonra 17-də. Mən 17-də sual belədir. 3x çıxılsın y bərabərdir 5. X, y bərabərdir 1. Aha. Bu ifadəni görürsünüz. Bu birinci ifadəni. Bax bunu. Bax bu ifadəni kvadrata yüksəldirəm. Kvadrata yüksəldən nə olur? Birincinin kvadratı çıxılsın. Birinci ilə ikincinin hasilinin kimisi 2, 3, 6 x, y üstəgə ikincinin kvadratı bərabərdir 25-ə. 9x kvadrat üstə gəlsin y kvadrat çıxılsın. 6x y 1 verməyib. 6 bərabərdir 25. Onda 9x kvadrat üstə gəlsin y kvadrat bərabərdir 31-ə. 31. 18-də. Düzbucaqlığın enini 25% artırıb uzunluğunu neçə faiz azaltdıqda sahə dəyişməz. Gəl belə deyək də. Məsələn, düzbucaqlığımın eni də 10-dur, uzunu da 10-dur. Yəni kvadrat da olsa düzbucaqlı. Sahəsi nədir? 100. İndi enini 25% artırdım. Elədim 12,5. Yəni en oldu 12,5. Bunu bir dənə 12,5-i vurmalıyam B-yə, yenə 100 eləməliyəm. B-ni tapmaq üçün nə edirik? 100-ü böldürük 12,5-ə. Hər tərəfi 10-a vururam 125. İxtisar getsə məncə 8 qalır. 85, 40, 82, 16, 20, bəli 8 qalır. Deməli B nə oldu? Bax A 12,5 olanda B 8 olmalıdır ki sahə 100 olsun. Deməli B-ni 20% nə etməliyəm? Azaltmalıyam. 20% azalmalıdır. 19-da 8-in kubu üstə gəlsin 207. Cəmini 25%-ni tapın. Deməli 8-in kubu nədir? 2 üstü 3, 3, 9 üstə gəl 2 üstü 7 deməkdir bu. Düzdür? Bəli. 2 üstü 7-ni mötərizə xaricine çıxartsam 2'nin kvadratı üstə gəlsin 1 olur. Buradan da 2 üstü 7 vurulsun 5. Aha. 25% istəmir. 2 üstü 7 vurulsun 5 100%dirsə bu 25% nədir? Hər hansı bir x-a. X bərabərdir 2 üstü 7 vur 5 vur 25 bölünsün 100. Bunlar getdi 4. 4 nədir? 2 üstü 2. Bu da getdi. Qaldı 2 üstü 5 vur 5. Aha. 2 üstü 5 nədir? 32. 32'ni 5'e vuranda 5 kere 2 10 5 kere 15 15 160. Cevap olur 160. Hələ. Aha. Belə. Keçək 20-ci suala. Görək bizə 20-də nə deyir? 20'də ifadəsinin qiymətini tapın deyir. Aha. Bax mən bu 2023 çıx 1'i 2023 çıx elə bir ki 1'in kubudur da. 2024'də yazıram 2023 üstə gəlsin 1. Onda belə olur. Yuxarı olur 2023 çıx 1 2023'ün kvadratı üstə gəl 2023 üstə gəl 1. Aşağıda 2023'ün kvadratı üstə gəl 2023 üstə gəlsin 1. Bunlar getdi. 2023'dən 1 çıxanda 2022. Aha. Cevap oldu. 21'də. İfadəni verib bizə belə. A kvadrat çıx 4B kvadrat 6A çıx 12B A çıxılsın 2B. Birinci ifadəni açıram belə. A çıxılsın 2B A üstə gəlsin 2B.
Sonraki ifadədən də 6-nı mörtəzə xaricinə çıxardıram. Qalır A çıxılsın 2B. Burada A çıxılsın 2B. Buradan hər ikisindən bax bunu və bunu mörtəzə xaricinə çıxardacağım. Qalacaq belə. A çıxılsın 2B. A üstə gəlsin 2B. Üstə gəlsin 6. Üstə gəlsin bir dənə əldə üstə gəlsin 6 qutardı getdi. Bölünsün A çıxılsın 2B. Bunlar getdi. Qaldı A üstə gəlsin 2B, üstə gəlsin 6. A üstə gəl 2B-ni şərtdə verib 3-ə bərabərdir. Bura 3-dürsə 3-ün üstünə 6 gəlir 9. Cavab nədir? 9. 22-də traktorun ön və arxa təkərlərin radiusları nisbəti 3-də 1-dir. Bax, gəl belə deyək də. Bu traktorun arxa təkər olsun. Bu da traktorun ön təkər olsun. Yəni, nəticə etibarilə tutalım ki, traktorun arxa və ön təkərdir. Belə deyək, oxdan birləşdirək. Traktorun arxa və ön təkəri radiuslar nə qədər fərqli olsa da, getdikləri yol bərabər olur. Sadəcə dövrləri dəyişir. Yəni, kiçik radiusa sahib olan daha çox dövr eləyir. Məsələn, tutalım ki, adi, məsələn, bu formada 2 dənə val deyək olsa, əgər remenlə bunu birləşdirsək bu formada, tutalım ki, bu val məsələn, tutalım ki, 10 dövr eləyirsə, bu val 2 dövr eləyə bilər. Çünki bu valın buradan bura kimi gəlməyi, bunun tam ki, məsələn, 4-dən biri, bunun az qala yarım periyoduna bərabərdir. Yəni, radiusu kiçik olan daha çox fırlanır. İndi buradan belə çıxır ki, bizə şərtlərə baxaq. Ön və arxa təkərlərin radiusları nisbəti 3-də 1-dir. Yəni, R bölünsün ön və arxa təkərlərin. Deməli, R bölünsün, ön təkər burada, arxa 3-də 1-dir. Deməli, böyük yer 3 dənə kiçik yerə bərabərdir. Sonra, 24 pi metr yol gedən traktorun ön təkər arxa təkərindən 20 vahid çox dövr etmişdir. Traktorun arxa təkərinin radiusunu tapın. 24 pi metr yol gedən traktorun uzunluğu, deməli, buradan belə çıxır ki, tam kiçik yer x-dırsa, böyük yer olur 3x. Sonra nədən istifadə edə bilərik? Ön təkər arxa təkərin 20 vahid çox dövr etmişdir deyir. Çevrənin ümumi uzunluq düsturu nədir? C bərabər 2 pi r. Düzdür. Məsələn, ön üçün yaza bilərəm 2 pi r x-dırsa x, arxa üçün yaza bilərəm arxa. Yəni, arxa təkər üçün. Arxa üçün yaza bilərəm 2 pi r vurulsun 3x eləyir 6 pi x. Bu belə. Arxa təkər bu qədər. Sonra, dövrlərin sayını hesabladı. Gedən traktor ön təkər arxa təkərinə 20 vahid çox dövr etmişdir. Traktor arxa təkərin radiusunu tapın. Ümumi mənim yolum gedib, tutalım ki, ümumi yol, C ümumi yazaq ki, indi C-dən yaza bilərik. C-dən yazmayaq əslində. Ümumi yolumuz S-dən yazaq. S-imiz gedib 24 pi. Bu qədər məsafə qət eləyib. Dövrlərin sayını tapmaq üçün, məsələn, önün sayını tapmaq üçün biz neyincə ümumi yolu 24 pi-ni, dövrlərin sayını tapmaq üçün 24 pi-ni çevrənin uzunluğuna bölməlisən. Niyə? Bax, fikirləş. Bax, bu xətt. Bu xətti mən əyib, bax, bu A nöqtəsindən, bu B nöqtəsini birləşdirsəm, məsələn, belə bir tutalım ki, çevrə əmələ gələr. Düzdür. Məsələn, A nöqtəsindən B nöqtəsi gəldi, burada üst-üstə düşdü. Bir çevrə əmələ gələr. Yəni, traktorun təkəri də buradan bura kimi gedibsə, bunu onsuz da getdiyi yol, bax, bu təkərin dönməsinə görə olur da. Məsələn, A nöqtəsi buradan gəlir, bir dövr eləyirsə, buradan tutalım ki, bura kimi gedir. Yəni, dairənin
dairənin uzunluğu qədərdir. Amma məsələn bu A-dan B-ni buradan kəssən bunu, açsan bu xətt A-dan B-yə kimi belə uzanır. Yəni düz xətt olur. Ona görə dövrlərin sayı ümumi məsafəni həmin çevrənin uzunluğuna böləndə dövrün sayı olur. Çevrənin uzunluğu da ön üçün, ön uzunluq nə idi? 2 pi x idi. Pilər getsə, bunlar getsə, qalar 12 bölü x. Bəs arxa üçün nə qədərdir? Arxa yazaq. Yenə də 24 pi-ni bu dəfə bölürəm. Arxa təkərin uzunluğuna, yəni açılış uzunluğuna bu formada getsə, qalır 4 bölünsün x. İndi şərtdə bizə deyir ki, ön təkər arxa təkərdən 20 vahid çox dövr etmişdir. Ön təkər arxa təkərdən 20 vahid çox dövr eləyibsə, deməli, ön təkərin dövrlərdən arxa təkərin dövrlərini çıxanda 20 qalar. X ortaq götürsəm 12-dən 4 çıxsam 8 20-yə. X də bərabərdir deməli 8 bölünsün 20. 8-i 20-yə bölsək. Düelliyə 0,4. X-ə tapdıq 0,4. Bizdən traktorun arxa təkərinin radiusunu isə arxa təkərin radiusu da C bərabərdir 6 pi x tapmışdıq da. 6 vur 0,4. Nə elədi bu? 6 vur, yox. Radiusunu soruşur, uzunluğunu soruşmur. Radiusunu soruşduğu üçün traktorun arxa təkərin radiusu 3x idi də. 3 vurulsun 0,4. Cavabları 1,2. Belə. Maraqlı sual idi, amma mürəkkəb sualdır. 23-də. Yəni, deyə bilərəm ki, 9-cu siniflərin bəlkə də imtahan verənlərin 70% bu sual yaza bilməz. 9x kvadrat, yəni buraxılış, 9-cu sinif üçün buraxılış sual deyil bu. AX üstə gəlir 3, AX çıx B. Bərabərliyinə A üstə gəlir B cəmini tapın deyir. Biri-birinə vursam, vuraq açaq, onda olur belə. A kvadrat x kvadrat çıx, yox 3B'dir, hamısı 3 deyil. Heç nə, A kvadrat x kvadrat üstə gəlinsin ABX, üstə gəlinsin. Üstə gəlinsin, yox çıxsın ABX. Üstə gəlinsin 3AX, çıxılsın 3B. 9x kvadrat üstə gəlsin 15x, üstə gəlsin 6. Deməli, buradan məlumdur ki, 9x kvadrat bax. Baxsam buna, 9x kvadratdan AX kvadrat eyni. Şərt daxilindədir. Deməli, A olur 3. A olur 3. Sonra, buradan isə, bax, bura baxsaq, bu ifadə ilə 15x eyni bir ifadədir. Gətirib yerinə qoysam, mənfi AB üstə gəlinsin 3A bərabərdir 15-ə. A 3-dürsə, mənfi 3B üstə gəlinsin 9 bərabərdir 15. Mənfi 3B bərabərdir 6. B bərabərdir mənfi 2. B-ni tapdıq mənfi 2. Bizdən də A üstə gəl B-ni istəyir. Heç buna ehtiyac yox idi. Mənfi 3B bərabərdir 6 ilə B bərabərdir mənfi 2-ni görmək olurdu bunu. 3 çıxılsın 2 bərabərdir 1. Cavab olur 1. Belə. 24-də nə deyir? İşçi sayı ilə bir işin görülməsində sərf olunan zaman arasında tərs mütənasiblik qrafikinə əsasən eyni tapın. Tərs mütənasiblik grafikini verib. Bax, bura baxsan, zaman gün işçi sayı. En işçi işi 27 günə görür. 4n plus en işçi 6 günə. Əlbəttə ki, biz məsələlərdən azından bilməliyik ki, tənasib quranda. Ümumiyyətcə, iş nə? İşçinin sayından zaman tərsdir də. Məsələn, tutalım ki, bir işi 20 işçi 10 günə yerinə yetirirsə, 10 işçi neçə günə yerinə yetirər? X. Biz tərsinə vurmalıyıq da.
olur 20 günə. Çünki işçinin sayı azaldıqca həmin iş üçün görüləcək zaman çoxalmalıdır da. İndi burada da 27'ni 27 günə en işçi 27 günə görür. 4'in üstə gəl 2 işçi 6 günə. Tərs mütəmsil çarpaz yox, qarşı-qarşıya vurulduq. Olur 6 vurulsun 4'in üstə gəlsin 2 bərabər 27 vurulsun n-ə. 6 kere 4 24 n üstə gəl 12 bərabər 27 n 3 n bərabər 12 n də bərabərdir 4. N tapın deyir, n oldu 4. Gəldi 25-ci suala. Görə 25-ci sualda bizdən nə istəyir? Çox hədsin vuruqları Eylerbein diaqramında qeyd edin deyir. Vuruqları qeyd edin. Çətin sual deyil bunlar. Yəni görən kimi özünüzü qorxuzmayın. Çıxılsın 5 qız, çıxılsın 36. Vuruqlara ayırsaq, cəmi 5 hasili -36. 9'dan -4 yazsam düz gəlirmi? Gəlir məncə. 5, bəli. Deməli, P-X-in vuruqları olur belə. X üstə gəlsin 4, X çıxılsın 9. Digər tərəfdən QX-i X kvadrat üstə gəlsin 7, X üstə gəlsin 12. Hasili 12 cəmi 7, -7. -3-dən -4. -3-dən -4 isə -3, -4. -4. Kökləri bulardır. Hasili 12, həqiqətən cəmi -7. Onda vuruqlar nə olur? X çıx 4, ya daha doğrusu üstə gəl 4, X üstə gəlsin 3. Bax, X üstə gəl 4'lərə bax. Bunda da var, bunda da var. Onda X üstə gəl 4'lər bunun kəsişdiyi zonaya. X üstə gəlsin 4 yazılır. Amma X çıxılsın 9 P'yə aiddir. X çıxılsın 9 P'yə aiddir. X üstə gəl 3 də Q'ya aiddir. X üstə gəlsin 3. Belə. 25 dənə sual idi uşaqlar. Suallar bitdi. Sabah inşallah keçəcəm mövzu sınağı 3'ə. Sağ olun, uğurlar sizə.